TikTok səhifəmdə 1,5 milyon izlənilən və bir çox insan tərəfindən bəyənilən kakaolu biskviti hazırlayıram. 6 ədəd otaq temperaturunda olan yumurta ağının üzərinə 1 tutam duz, 1 stəkandan biraz az şəkər tozu və şəkərli vanilini əlavə edib öz formasını saxlayana qədər qarışdırıram. Yumurta sarısı və duru yağ qarışımını da yumurta ağının üzərinə əlavə edib mikserlə 1 dəqiqə qarışdırıram. Un, kakao və qabartma tozu qarışımını da ələkdən keçirdərək 2 dəfəyə əlavə edirəm. Birinci dəfədən sonra 2 xörək qaşığı qaynar su da əlavə etməyi unutmayın. Unu əlavə etdikdən sonra ehmallıca qarışdırıram ki, yumurtalar sönməsin. Qarışımı diametri 24 sm olan qəlibə əlavə edib, əvvəlcədən 150 dərəcədə alt-üst rejimdə isitdiyim sobada 40 dəqiqə bişirirəm və nəticədə süngər kimi çox dadlı biskvit alınır. Gördüyünüz kimi nə etsəm də biskvit yenidən öz formasını alır. Ümid edirəm videonu bəyəndiniz. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Daha faydalı videolar üçün səhifəmi izləməyi unutmayın. Hələlik.